Təyyarələrin enişi zamanı maraqlı bir problem yaranır. Eniş zolaqlarında rezin yığılır. Hər enişdə təyyarənin təkərlərindən kiloqramlarla rezin qoparaq asfaltın üzərində qalır. Məsələn, Airbus A320 enəndə təxminən 4 kiloqram, Boeing 747 isə 10 kiloqramdan çox rezin buraxır. Gündə minlərlə uçuş qəbul edən Dubay kimi hava limanlarında bu miqdar yüzlərlə kiloqrama çatır. Bu rezin mütləq təmizlənməlidir. Çünki asfalt üzərində sürüşkən təbəqə yaradır. Yağışlı havalarda bu hidroplaning riskini artırır, əyləc məsafəsini uzadır və enişi təhlükəli hala gətirir. Təmizləmə xüsusi texnikalarla aparılır. Məsələn, TrackJet və ya Cyclone tipli maşınlar yüksək təzyiqli su ilə rezini səthdən qoparıb toplayır. Bu üsul həm effektivdir, həm də asfalt və betona zərər vermir. Böyük hava limanlarında bu təmizləmə işləri adətən hər bir ayda bir həyata keçirilir. Nəticədə uçuşların təhlükəsizliyi qorunur, zolaqların ömrü isə uzanır. Sən də təhlükəsiz və rahat uçuş üçün biletlərini aybilet.az-dan seç.